Bizim ailədə hamının səsi var, Aha, bacı. doğrudan. Demək Bəlkə olar ona ki, görə bəli. sənə dəstəkdilər həm də ki, yəni istedad varsa elə qoy gəlin də sənə də olsun. Əgər söhbət ailə qurduğum tərəfdən gedirsə, onlar özü də elə ailə üzvlərində musiqiçilər olubdur. Münəvvər Kələntərlinin ailəsindəndirlər. Mənim həyat yoldaşım Gil. Bəli, qaynatamın çox gözəl səsi var. Biz belə arada bir də görürsünüz, ailəvi şəkildə oxuyuruq özümüz üçün. Ay, nə gözəl. Bəli, Aha. anamın da çox gözəl Bilirik, səsi var. Mən hərdən anama deyirəm ki, ana, sənin səsin mənim səsimdən də yumuşaqdır. Mən professional ifaçıyım, amma sən öz təbindən ifa eləyən adamsan, onun səsi mənim səsimdən də gözəldir. Həqiqətən gözəldir. Anladım. Çox heyif ki, o vaxtı icazə verməyiblər, imkan, şərait yaratmayıblar ki, o ifa eləsin. Əminəm ki, bugün sayılıb seçilən ifaçılardan olardı o da. Gülzar xanımın ailəsi, bizim get-gəlişimiz var, belə doğmalığımız var. Belə deyim ki, yəni mənim üçün əzizdirlər. Salamlayıram, Bənzər xanımı da salamlayıram. O gün hətta kiçik bacısı Əfsanə xanım oxuyub paylaşmışdı. O da gözəl oxumuşdu. Maşallah, Əfsanə xanım da sosial şəbəkədə çox tanınır.